Blok imtahanda istifadə olunmuş belə bir suala baxaq. Sual bundan ibarətdir ki, x bərabərdir loqaritma 4 əsasdan 28 və y bərabərdir loqaritma 3 əsasdan 38 olarsa, bu ifadənin qiymətinin bizdən tapılması tələb olunub. Loqaritma 4 əsasdan 28 hansı ədədlər arasında yerləşdiyini təyin etməliyik və eyni ilə loqaritma 3 əsasdan 38-in də. Loqaritma 4 əsasdan 28 yerləşəcək loqaritma eyni əsasdan yazsaq və elə əsaslar, ədədlər yazmalıyıq ki, loqaritma 4 əsasdan hansısa bir ədəd bizə bir tam ədədi verməli və bu yerləşir loqaritma 4 əsasdan 16 ilə loqaritma 4 əsasdan 64 arasında. Burada loqaritma 4 əsasdan 28-in yerinə mən x yazsam, yəni x böyük olacaq. Loqaritma 4 əsasdan 16 bizə 2 verir. Digəri isə loqaritma 4 əsasdan 64 isə 3 verir. Yəni x 2 ilə 3 arasında dəyişir. Digər tərəfdən loqaritma 3 əsasdan 38 isə yerləşəcək loqaritma 3 əsasdan 27 və loqaritma 3 əsasdan 81 arasında. Loqaritma 3 əsasdan 27 3 verir. Loqaritma 3 əsasdan 38-in yerinə isə y yazsaq, bu da kiçik olacaq. Loqaritma 3 əsasdan 81 bizə 4 verir. Deməli, x 2 ilə 3 arasında, y 3 ilə 4 arasında yerləşir. Ümumi olaraq yazsaq, yəni nəticə itibarilə x y-dən kiçikdir. Bizə bu şərt lazım idi. Bu şərtə əsasən biz ifadəmizin işarələrini təyin eləsək, bilir ki, moduldan çıxardanda modulla müsbət çıxır. İndi x-dən y çıxsaq, x y-dən kiçikdir. O zaman bu mənfi olacaq. X-dən 3 çıxsaq, x 3-dən kiçikdir. Bu da mənfi olacaq. 5-dən y çıxsaq, y zaten 5-dən kiçikdir. Yəni 4-də, hətta 4-dən də kiçikdir. O zaman bu müsbət olacaq. Hansıları mənfidirsə, onları biz sadələşdirsək, yerləri dəyişdirib moduldan çıxarmalıyıq. Yəni y çıxılsın x olacaq. Digər tərəfdən çıxılsın, 3 çıxılsın x olacaq. Sadəcə qarşıda mənfi var deyə bu plus x olur. Digəri isə olduğu kimi çıxacaq. 5 minus y. Burada y-lər islah gedəcək, x-lər islah gedəcək. Geriyə qalacaq